Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsil İnkişafı Fondunun birgə təşkilatçılığı ilə qızların təhsilinə dəstək layihəsinin ikinci məzun günü keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Tədbir qızların təhsilinə dəstək layihəsinə həsr olunan video çarxın nümayişi ilə başlayıb. Elm və Təhsil Naziri Emin Əmrullayev çıxışında qızların təhsilinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, layihə artıq davamlı təşəbbüsə çevrilib və bu il proqram üzrə 66 qız məzun adını qazanıb. Biz bunu dəfələrlə qeyd etmişik. Təhsil ümumilikdə əsaslı şəkildə qadınlardan çox asılıdır. Yəni qadınların təhsili öz-özlüyündə təhsilin çox vacib bir komponentidir. Niyə belədir? Çünki qadınların təhsili gələcək anaların təhsilidir və anaların da təhsili ümumi olaraq təhsilin keyfiyyətini şərtləndirən ən vacib amillərdən biridir. Bunları nəzərə alaraq məhz bu səbəbdən biz bu layihənin davamlı, dayanıqlı, əhatəli olmasının tərəfdarıyıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, son 5 ildə layihənin müxtəlif proqramlarından 593 nəfər yararlanıb. Zərdabi adına proqram üzrə son 5 ildə 239 tələbə qız dəstək alıb. Onlar ölkənin 60-dan artıq regionunu və 31 ali təhsil müəssisəsini təmsil edirlər. Bugün leksikonumuza Qarabağda təhsil deyilən bir ifadə daxil olub. Odur ki, böyük fəxarət hissi ilə qeyd etmək istəyirəm ki, bu layihənin 10 nəfər iştirakçısı məhz Qarabağ Universitetində təhsil alır. Abituriyentlərə dəstək istiqamətində də arzumuz var proqramı ilə 22 nəfər yararlanıb və düşünürəm ki, biz bu layihəni də davam etdirəcəyik. Bugün layihənin müxtəlif proqramları üzrə 66 məzun ali təhsilini başa vurur. Ötən ilki məzunlarla birlikdə artıq 125 nəfər mütəxəssis kimi cəmiyyətə vəsiqə alıb və onlardan 20 nəfəri ali təhsili fərqlənmə diplomu ilə bitiriblər. Layihənin mənəvi baxımdan ən həssas və qürurverici nümunəsini sən tək deyilsən, gələcəyə əmin addımlarla şəhid xanımların təhsilinə dəstək layihəmiz tutur. Bugünə qədər 34 nəfər bu proqramdan yararlanıb. Təhsil İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli isə bildirib ki, fondun həyata keçirdiyi müxtəlif təqaüd və inkişaf proqramları üzrə ümumilikdə 489 iştirakçı dəstək alıb. Qızların təhsilinə dəstək layihəsi yalnız təqaüdlə kifayətlənmir və qızların karyera planlamalarına da böyük dəstək olur. Biz bunu təkcə rəqəmlərdə deyil, artıq məzunlarımızın təhsillərini xaricdə və ölkə daxilində davam etdirməsində, eləcə də işə qəbul prosesində görürük. Təhsilin İnkişafı Fondu olaraq qızların təhsilinə dəstək verməyə davam edəcəyik. Daha sonra layihənin məzunları Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunu Əminə Əhmədova və Bakı Biznes Universitetinin məzunu Aytəkin Xəlilova çıxış edərək layihənin onların həyatında yaratdığı müsbət dəyişikliklərdən danışıblar. Tədbir çərçivəsində layihənin ikinci məzun buraxılışını təşkil edən 66 qız təbrik olunub, onlara gül dəstələri təqdim edilib. Mən xüsusi təyinatlı qüvvələrin şəhid Namiq Xəlilovun həyat yoldaşı Aytəkin Xəlilova. Uğurumu həyat yoldaşımın əziz xatirəsinə ithaf etdim. Çünki onun mənim bu günümdə çox əməyi var. Onun dəstəyi, mənə verdiyi güc məni bu yerlərə gətirib. Mən Bakı Dövlət Universitetinin Dövlət və İctimai Münasibətlər ixtisasının tələbəsiyəm, məzunuyam daha doğrusu. Həmçinin Parlaq Təqaüd və İnkişaf proqramının 2024-cü il qaliblərindən biriyəm. Burada olmaq mənə hal-hazırda çox qürur verici hiss etdirir və çox xoşbəxtəm ki, Parlaq ailəsinin qaliblərindən biriyəm. Hər kəsə həyatında çoxlu uğurlar arzu edirəm. Rəsmi hissədən sonra bədii proqram təqdim olunub. Qeyd edək ki, qızların təhsilinə dəstək layihəsi qızların təhsil imkanlarının genişləndirilməsi, onların ali təhsilə çıxışının təşviqi və gələcək inkişafını dəstəkləməsi məqsədi ilə həyata keçirilir. Layihə çərçivəsində indiyədək 500-dən çox qıza təqaüd, təlim və digər inkişaf imkanları təqdim olunub.